Salam, hər vaxtınız xeyir olsun. Güneşin mətbəxinə xoş gəldiniz. Bugün həmən köməncə buğulaması bişirəcəm. İlk öncə pencərimizi yığaq. Yığdığım pencərləri təmizləyib doğrayıram. Doğradığım göyərtini yuyub aş üstünə yığıram. Bir ədəd soğanı xırda-xırda doğrayıram. Üzərinə yağ əlavə edib soğanın rəngi saralana kimi qovururuq. Mən bir dəstə göyərtiyə yarım armud stəkan limon düyü əlavə etdim. Soğanın rəngi biraz saraldı. Üzərinə düyünü, suyu, duz əlavə edib bişiririk. Mən göyərtinin rəngini, vitaminləri itməsin deyə düyü biraz bişdikdən sonra qazana əlavə edirəm. Həmən kömənciyi buğulamamız hazırdır. Bişirən hər kəslərə nuş olsun. Gözəl vaxtınızı ayırıb kanalımı, videolarımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, sağlam olun, Allah'a əmanət olun.